Beləcə hörmətli tamaşaçılar, hər iki komandanın start beşliyində olan futbolçuları meydançaya doğru gəlirlər. Bir qədər öncə tribunada Slovakiyada olan Azərbaycanlı azarkeşləri gördük. Onlar da komandamızı dəstəkləmək üçün Tipoş arenaya gəliblər. 10.000 tamaşaçı tutumuna malik bu idman mərkəzi Məsmili futbol üzrə Avropa çempionatını qəbul edir. Hal-hazırda dövlət himnləri səslənəcək. Beləliklə dövlət himnləri səsləndi hörmətli tamaşaçılar. Hal-hazırda ümumi heyətlər sizə təqdim olunur. Ümumi heyətləri nəzərinizə çatdıracağım. Start beşliyində mübarizə aparan futbolçularımız da artıq bəllidir. Onlar haqqında da məlumat verəcəyəm. İlk olaraq Avstriya komandasının ümumi heyəti ekranlarınıza gəlir. 1 Vilko Şuter, qapçı 99 Haydar Bayram, o da qapçıdır. 2 Abdul Bakut, 3 David Alilovski, 4 Amer Mekan, 5 Abdul Hasep Adalatayar, 6 Daniel Luxpaşer, 7 Emir Şahin, 8 Ziyad Selimi, 9 Eldis Bayrami, 10 Darko Bodul, 11 Stefan Federer, 12 Aleksandr Jovanovic, 13 Jakub Jančer, 14 İlyas İkaçe ve 15 Christian Derflinger komandanın baş məşqçisi, Avstriya millisinin baş məşqçisi Dino Çesoviç'ti.
Azərbaycan milli komandasının ümumi heyəti belədir. 1 Vəli Qafarov qalkiper, 12 Ağaseyid Qasımov o da qapçıdır, 5 Cəfər Cəfərov, 7 Ramiz Çovdarov, 8 Xətaya Bağırov, 9 Ruziyar İbrahimzadə, 10 Elvin Əlizadə, 11 Samir Əmzəyev, 14 Talih Babayev, 15 Mir Mehdi Rızayev, 17 Vüsal İsayev, 19 Təmkin Xəlilzadə, 20 Məhəmməd Xəlilov, 23 Rəvan Kərimov, 27 İsa Atayev, 95 Eşqin Tağıyev və 97 Kənan Mirzəliyevdir. Komandamızın ümumi heyətini diqqətə çatdırdım və baş məşqçimiz Elşad Quliyev komanda ilə Avropa çempionu olan və son dünya çempionluğunu qazanan Elşad Quliyev milli komandamıza rəhbərlik edir. Azərbaycan futbolçuları göy geyimdə oynayacaqlar. Start beşliyində hansı oyuncularımız var? Onlar barədə də məlumat verək. Vəli Qafarov qapıda və Ramiz Çovdarov, Xətai Bağırov, Elvin Əlizadə, Talih Babayev və İsa Atayev start heyətində mübarizə aparan futbolçularımızdır. Avstriya komandası oyuna başladı. Avstriyalılar ağ geyimdə çıxış edirlər. Və milli komandamıza uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan futbolçuları bugün qələbə qazanaraq Avropa çempionatına qalibiyyətlə başlayacaqlar. Vəli Qafarov. Oyuna tez-tez qatacaqlar onu futbolçularımız. Azərbaycan millisinin təcrübəli qapçısıdır. Və millimizin hücumu İsa Atayev qapıya doğru zərbə indirmişdi. Top qarşısındakı futbolçuya, rəqib oyuncuya dəydi. Və Azərbaycan futbolçuları hücumdadılar. Vəli Qafarov. Lakin burada qaydanın pozulduğunu bildirir. Azərbaycan futbolçularının qaydanı pozduğunu bildirdi. Mir Mehdi Rızayev idi bu. Ekranlarda gördük futbolçumuzu. Avstriyalılar Stefan Federerlə. Federer çox məşhur soyaddır. Ümumiyyətlə Avstriya və İsveçrədə. Yəqin ki, bu adla məşhur tenisçini hamımız tanıyırıq və bugün Federer soyadlı futbolcu da Avstriya millisinin heyətində mübarizə aparır. Avstriya millisinin ümumi heyətinə diqqət yetirsək, burada türk əsilli və digər müsəlman əsilli futbolçular çoxdur, kifayət qədərdir. Ramiz Çovdarov topladı. İsa Atayev istiqamətini ötürdü. Start dəqiqələrindən Azərbaycan futbolçularının üstünlüyü müşahidə olunur. Xətai Bağırov özü irəliləmək istəyir. Dayandı bir qədər. Şimdi ötürmə verəcək. Yox, birbaşa qapıya zərbə və rəqib qapçı çox yaxşı oynadı bu epizodda. Komandasını qoldan xilas edir Haydar Bayram. Bax, dediyimiz həmin o türk əsilli, müsəlman əsilli oyunculardan biri Avstriya komandasında Haydar Bayram komandanın qapısını qoruyur və bir qədər öncə Xətai Bağırovun uzaqdan zərbəsini dəf etdi. Daha bir qapıya doğru zərbə vurduq. Ancaq bu dəfə də Haydar Bayram səhvə yol vermədi. Darko Bodul uzun ötürmə irəliyə doğru. Ramiz Çovdarov topu qarşılayır. Vəli Qafarov. Ramiz Çovdarov topladı. İrəliyə baxır komanda yoldaşlarına. Ötürməsini etdi. Burada boş mövqedə idi Satayev. Ancaq topu ondan alırlar Avstriyalılar. Bir qədər soyuqqanlı mübarizə aparırlar bu dəqiqələrdə Avstriyalılar. O qədər də gərgin deyirlər müdafiə xəttində. Stefan Federer. Haydar Bayram. Mərkəz xəttə qarşılayır Avstriyalıları milli komandamız. Və top meydandan çıxdı. Azərbaycan futbolçuları oyuna başlayacaqlar. Vəli Qafarov. Ramiz Çovdarov. Xətai Bağırovdan ötürməni aldı. İsa Atayev.
Top meydandan çıxır. Azərbaycan futbolçuları yenə yan xəttdən top oyuna daxil edəcəklər. Bugün keçirilən oyunlarda pressing tətbiq etdik ki, futbolçumuz var idi. Rəqib qapıçının üzərinə getdilər, ancaq hər şey yaxşı qurtardı bu epizodda Avstriya komandası üçün. Daniel Luxbaşer. Jakob Yançer. Yançer bir qədər gərginlikdədir hal-hazırda, bir qədər artıq həyəcanlanmağa başladı Avstriya komandası bizim millinin pressingindən sonra və bu dəqiqələrdə, bax, bu anlarda rəqibin belə gərginliyindən istifadə etmək lazımdır. Top yan xətdən önə daxil edildi. Azərbaycan futbolçuları yenə də pressingi davam etdirirlər. Luxbaşer. Haydar Bayram. Hesabı açmaq olar bu dəqiqələrdə. 3 futbolçu rəqibin cərimə meydançasında idi, ancaq rəqib yenə bu təhlükəni açdı. Yəqin ki, oyun elə bax bu tərzdə Azərbaycan futbolçularının üstünlük şəraitində keçəcək. Ramiz Çovdarov ekranlarınızdadır. Haydar Bayram. Amir Mekan'la oynadı. Eldis Bayrami. Avstriya komandası hücumdadır. Darko Bodul. Haydar Bayram. Yeniden Bodul topladı. Rəqib komandanın 10 nömrəli futbolçusu. Haydar Bayram. Haydar Bayramdan uzaqdan zərbə və qapçımız Vəli Qafarov yerindədir. Çox sərt və təhlükəli bir zərbə oldu. Vəli Qafarov zərbənin qarşısını ala bildi. Təkrar izləyirik. Bəzi dəyişikliklər oldu və komandamızın aparıcı oyuncularından biri Təmkin Xəlilzadə də meydana daxil oldu. Eşad Quliyevi gördük ekranlarımızda. Milli komandamızın baş məşqçisi. Abdulhasep Adalatayar top oyuna daxil etdi. Avstriya komandasında Haydar Bayram. David Alilovski top meydandan çıxır. Dərhal komandamız oyuna başlayır. Elvin Əlizadə. İtirdik topu. Ama pressingimizi devam ettiririk. İsa Atayev. Topu meydandan çıxartdı. Bu epizodda rəqib oyuncuya topu qəbul etmə imkanı vermədi. Aleksandr Jovanovic idi bu. Vəli Qafarov. Top onda da hal-hazırda milli komandamızın əsas qapçısında. Və Azərbaycan futbolçuları növbəti hücumu qurmağa çalışırlar. 8-ci dəqiqə gedir Azərbaycan-Avstriya qarşılaşmasında. Hesab açılmayıb. Vəli Qafarov. Elvin Əlizadə. Təmkin Xəlilzadə yenidən Elvinlə oynadı. Elvin hal-hazırda hücumların qurulmasında ən önəmli simalardan biridir. Yenidən Elvin topladı. Mərkəzdə Təmkin Xəlilzadə. Əla bir zərbə Təmkindən, ancaq rəqib qapçı səhvə yol vermədi. Bax, Təmkin Xəlilzadənin belə təhlükəli zərbələrinə ehtiyacımız var. Çox gözəl bir, təhlükəli bir zərbə endirdi. Ancaq rəqib qapçı komandasını xilas edir. Vüsal İsayev. Təmkindən daha bir zərbə cəhdi bu dəfə alınmadı. Təmkin ekranlarınıza gəlir. Böyük futboldan yaxşı tanıyırıq onu. Milli komandamızın heyətinə qədər, əsas milli komandamızın heyətinə qədər yüksəlmişdi. Onun heyətində önəmli maçlar keçirib, qollar vurub. Xüsusilə Bakıda Xorvatiya millisinə qarşı keçirilən oyunda vurduğu qol. Yəqin ki, futbol sevərlərin hələ də xatirindədir. Və daha sonra böyük futboldan getdi. Bir qədər karyerasında eniş dövrü başladı və özünü mini futbolda sınamaq qərarına gəldi. Avstriyalılar cərimə zərbəsi vuracaqlar qarşılaşmada. 9-cu dəqiqə gedir. Eldis Bayrami.
top təmkin edərək meydandan çıxır. Abdülhaseb Adalatayar zərbəsindən sonra top meydanı tərk etmir. Qapçı Haydar Bayramlı oynadı. Haydar Bayram, pressingimiz davam edir. Rəqib komandaya qarşı. Aleksandr Jovanoviç. Hakim topun bizdən meydandan çıxdığını bildirdi. Avstriyalılar oyuna başlayacaqlar. Eldiz Bayrami. Haydar Bayram. Vəli Qafarov topu elə keçirdi. Bu uzun ötürmədən sonra dərhal oyuna başlayır. Milli komandamız Elvin Əlizadə topladı. Vüsal İsayev top istəyir. Elvin Əlizadə hələ ki topu özündə saxlayır. Az qala itirəcəkdi, ancaq onu sığortalayırlar digər futbolçularımız. Cəfər Cəfərov. Ötürməsi dəqiq alınmadı komandamızın 5 nömrəli futbolçusunun. Kapitanımız ekranlarda idi Elvin Əlizadə. Komandamızın önəmli oyuncularından biridir. Bir qədər öncə Türkiyə milli komandasının üzvlərini gördük. Onlar da bugün növbəti oyunlarına çıxacaqlar. Hal-hazırda tribunada millimizin oyununu izləyənlər arasındadır Türkiyə millisinin üzvləri. Vəli Qafarov oyuna başladı. Xətay Bağırov. Ramiz Çovdarov. Yenidən top Çovdarovdadır. Xətay Bağırov. Millimiz oyuna başlayacaq. Kənardan top atışı ilə oyuna başladıq. Ramiz Çovdarov. Top Vəli Qafarov istiqamətinə göndərildi. Ramiz Çovdarov topladı. Daha bir zərbə və çox təhlükəli alındı. Əla bir hücum qurduq. Mehdi Rzayev idi bu qapıya zərbə endirən futbolçumuz. Boş zonada yaxşı gördü onu komanda yoldaşı Ramiz Çovdarov və Mehdi Rzayev qapıya doğru təhlükəli zərbə endirdi. Daha bir gol epizodu izlədik millimizin ifasında. Daha bir zərbə və Haydar Bayram yenə komandasını xilas edir. Bu dəfə Ramiz Çovdarov endirdi zərbəni. Qapı arxasındakı kameradan da izlədik bu təhlükəli vəziyyəti. Avstriya komandasında indi dəyişikliklər edilir. 13-cü dəqiqədir. Azərbaycan-Avstriya görüşündə hesab hələ ki açılmayıb, ancaq komandamızın təhlükəli hücumları var. Bunu qeyd etməliyik. Gol qoxusu gəlir millimizin hücumlarını belə izləyərkən. Tezi komandamız hesabı açmağa çalışacaq bu qarşılaşmada. Qələbə ilə başlamaq, Avropa çempionatında ilk 3 xalı qazanmaq çox vacibdir millimiz üçün. Hələ xüsus da qrupdakı digər oyunda hesab bərabər olub və qol da vurulmayıb. Daha bir hücumumuz və bu dəfə yenə Haydar Bayram topu tutdu. Yaxın məsafədən endirilən zərbədən sonra. Mehdi Rzayev, Talih Babayev, Xətay Bağırov hal-hazırda oyundadır. Start heyətdə mübarizə aparırlar. Haydar Bayram. Stefan Federer. Yenidən qapıcısı ilə oynayır. Ramiz Çovdarov ötürmənin qarşısını kəsdi. Dərhal topu irəliyə doğru vurur, ancaq ünvansız bir ötürmə. Bu ötürmə yox, buna zərbə demək olardı. Çünki rəqib qapçının bir qədər öndə olduğundan istifadə etməyə çalışırdı Ramiz Çovdarov. Daniel Luxbaşer.
Haydar Bayram. Lux Başer. Haydar Bayram. Bunun zərbəsini izləyirik. Avstriya komandasının əsas qapıcısının zərbəsi. Top qapıdan yan keçir bu epizodda. Yenidən bax izləyirik zərbə vurulananı. Və millimiz topladı. Vüsal İsayev oyuna daxil oldu. Top onda idi. Digər cinahla oynamaq qərarına gəldi. Mehdi Rzayev geriyə Vəli Qafarova. Vüsal İsayev. Təmkinə xüsusi simpatiya var. Azərbaycanlı azarkeşlər hal-hazırda arenada təmkin qışqıraraq həm futbolçumuzu, həm də millimizi ruhlandırmağa çalışırlar. Təmkin Xəlilzadə topladı. Bir qədər geriyə gəldi. Elvin Əlizadə ilə oynadı. Mehdi Rzayev. Mehdi Rzayev. Qapı qarşısına ötürməsi. Avstriyalılar topu uzaqlaşdırdılar həmin zonadan. Kapitan Yakob Yançer topu meydandan çıxartmışdı. Top oyuna düzgün daxil edilmədiyindən alt əl dəyişdirildi hakim tərəfindən. Və Avstriyalılar oyuna başlayırlar. Stefan Federer. Uzun ötürmə Federer'dən Vəli Qafarov. Vəli Qafarov burada yerindədir. İrəli çıxaraq top tuttu. Sakit. Təmkinli oynayır milli komandamızın qapıcısı. Çox təcrübəli bir simadır. Və burada qayda pozuldu. Avstriyalı futbolçu tərəfindən Abdul Barut. Qaydanı pozmuşdu. Avstriyalıların təhlükəli hücumu reallaşa bilər. Futbolçularımız geriyə qayıtmağa çalışırlar və imkan verilmədi. İmkan verilmədi orada zərbə üçün. Vüsal İsayev yaxşı oynadı. Kapitan Yakob Yançer'in irəliləməsinə, zərbə vurmasına imkan vermədi Vüsal İsayev. Bayram. Darko Bordul. Ramiz Çovdarov topu meydandan çıxarır. Haydar Bayram topladı. Avstriya komandasının qapıcısı ötürməni düzgün etmədi. Təmkin Xəlilzadə zərbə vurmaq olar və son anda top rəqib oyunculara dəyərək bu zərbədən sonra meydandan çıxdı. Yenə Təmkin Xəlilzadə diqqət mərkəzinə düşdü bu hücum zamanı. Və təbii ki, daha bir diqqət mərkəzinə düşən oyuncu Avstriyalıların qapıcısıdır. Haydar Bayram hələ ki ard-arda həyata keçirilən millimizin hücumları zamanı səhvsiz oynayan Avstriya millisinin kapitanı, daha doğrusu golkiperi Haydar Bayram yenə özü oyuna başlayacaq. O qaydanı pozur bu epizodda futbolçumuz Cəfər Cəfərov. Bir qədər sərt oynadı rəqibə qarşı. Bəli, izləyirik. Rəqibin 5 nömrəsi Abdul Haseb Adalatayar idi bu. Toqquşdu iki futbolçu burada və hakim məhz millimizin oyuncusu tərəfindən qaydanın pozulduğunu bildirdi. Bayram. Avstriyalılar hücumdadır. Daniel Lux Başer. Qafarov yaxşı oynayır. Hücum zamanı qapıcımız topun qapıdan keçməsinə, daha doğrusu burada onun müdaxiləsindən daha çox top
Qapı dirəyinə dəymişdi, ancaq əlbəttə ki, çox təhlükəli bir həmlə idi rəqib tərəfindən. Görüşdə artıq 20-ci dəqiqə başlayır. Növbəti əvəz etmələr olacaq. 3 oyunçumuz gözləyir. Kənarda İsa Atayev. Onlardan biri de eyni zamanda Vüsal İsayev. O da oyuna daxil olmağa hazırlaşır. Və indi artıq əvəz etmələr həyata keçiriləcək. Ramiz Çovdarov. Xətay Bağırov. Yenidən Çovdarov. Götürməsi bir qədər dəqiq olmadı. Avstriyalılar topu ələ keçirir. Geri qayıtmaq lazımdır. Müdafiəçilərimiz vaxtında rəqibin həmləsinin qarşısını alır və burada artıq oyun dayandırılır. Çünki qayda pozulmuşdu. Xətay Bağırovdur bu ekranlarda gördüyünüz oyunçumuz. Və baş məşqçimiz Elşad Quliyev ekranlarınızda. Sakit, təmkinlə bir qədər narahat şəkildə oyunu izləyir. Ramiz Çovdarov. Jovanovic irəliləyə bilmədi çünki iki futbolçumuz onu qarşıladı həmin zonada. Vəli Qafarov. Ramiz Çovdarov irəliləyə bilmədi, topu ondan alırlar Avstriyalıların təhlükəli hücumu, ancaq Çovdarov özü geri qayıdaraq öz səhvini düzəltdi. Burada rəqibin qaydanı pozmasına da şərait yaratdı, çünki top yerinə rəqib Çovdarovun ayağına zərbə indirdi. Epizodda Avstriyalıların 3 nömrəli oyuncusu David Alilovski. Çovdarovla oyuna başlayır millimiz. Hələ ki hesab açılmayıb Azərbaycan-Avstriya qarşılaşmasında. Futbolçularımız üstünlüklə oyunu davam etdirir. Daha bir epizodda hakim oyunu dayandırdı. Bu dəfə Xətay Bağırov yerə yıxılmışdı. Avstriyalıların baş məşqçisi Dino Çesoviç bu dəqiqələrdə ya hakimin qərarlarından narazıdır, ya da öz yetirmələrinə, hər halda onun hərəkətlərində, mimikalarında bu narahatlıq özünü biruzə verir. Xətay Bağırov çəkildi. Ramiz Çovdarov cərimə zərbəsindən oyuna başladı. Götürmə dəqiq deyil İsa Atayev tərəfindən. Üzr istəyir komanda yoldaşlarından. Millimizin 27 nömrəli futbolçusu Haydar Bayram qüvvətli zərbə ilə topu irəliyə doğru vurdu. Orada müdafiəçilərimiz qarşılayır. İsa Atayev. Mirmehdi Rızayev. Vəli Qafarovdan topu aldı Mirmehdi. Mərkəzdə irəliləyir. İsa Atayevlə oynadı. İsa Atayev irəliyə doğru göndərdi. Yenə Mirmehdi istiqamətini, ancaq bir qədər bərk ötürmə oldu. Mirmehdi topa çata bilmir həmin epizodda. Bugün keçirilən 3-cü oyundu bu. Sadəcə 3-cü oyundu. Avstriyalıların bu hücumunu izləyək. Vəli Qafarov yaxşı oynadı bu epizodda. Rəqibin 4 nömrəsi Amir Mekanın zərbəsi zamanı səhvə yol vermir. Belə Fransa-İtaliya qarşılaşmasında bugün hesab açılmadı. Ukrayna komandası Belçikanı 4-0 hesabı ilə məğlubiyyətə uğratdı və Azərbaycan-Avstriya görüşü günün 3-cü qarşılaşmasıdır. Birinci hissə yavaş-yavaş sona yaxınlaşır.
Hələ ki azarkeşlər və tamaşaçılar gol görməyiblər. Bir qədər sakit oynamalarını istəyir Avstriyalı futbolcuların hakim. Ona görə də öz xəbərdarlığını etdi rəqib komandanın oyuncularına. Abdülhasib Adalatiyarın zərbəsindən sonra top futbolcularımıza dəydi. Hal-hazırda hücum qurmağa çalışır milli komandamız Talih Babayevlə. Avstriyalılar yan xəttdən oyuna başladılar. Adalatiyar, Haydar Bayram. Haydar Bayram. Eldis. Bayramiyə götürmüşdü topu. Eldis ilerləyə bilmədi həmin zonadan. Və top Azərbaycan futbolcularında qaldı. Bir dəqiqə də artırma var deyəsə səhv etməmsin. İndi zalda elan olunur. Ramiz Çovdarov. İlmehdi Rızayev. Çovdarov. İlmehdi Rızayev geriyə ötürməsi dəqiq alınmadı. Qapıya doğru zərbə ancaq tam istədiyi kimi vura bilmədi futbolçumuz. İlk yarıda 25 dəqiqə tamamlanıb. Artırma vaxt oynanılır. Artırma 1 dəqiqə oynanılır. Komandamızın qol vurmaq cəhdləri hələ göz bəhrəsini verməyib. Satayevin bu epizodda da zərbəsi alınmadı. Və ilk yarını bitirir hakim. Birinci hissəni bitirir. Azərbaycan və Avstriya komandalarının qarşılaşmasında F qrupundakı ikinci oyunda hələ ki ilk yarıdan sonra qapılara qol vurulmayıb. Hörmətli tamaşaçılar, Azərbaycan Avstriya qarşılaşmasında ikinci hissə başladı və ilk yarıda qapılara qol vurulmamışdı. 0-0 bərabərlik hesabı davam etməkdədir. Birinci hissə haqqında qısaca danışsaq onu deyə bilərik ki, Azərbaycan futbolçularının üstünlük şəraitində keçirdi oyun və təşkil etdiyimiz hücumlar, təhlükəli hücumlar zamanı daha çox rəqibin qapıçısı Haydar Bayram topun qapıdan keçməsinə mane oldu. İndi Avstriyalılar qapıçını dəyişiblər. Qeydim ki, milli komandamız göy geyimdə oynayır, rəqib ağ geyimdə mübarizə aparır. Və indi ikinci hissədə Azərbaycan futbolçuları hesabı aça biləcəklərmi? Bu epizodda yenə təhlükəli bir məqam və Eşkin Tağıyev qapı qarşısında nəzarətsiz qalmışdı, ancaq topu rəqibin çərçivəsində doğru göndərə bilmədi, yönəldə bilmədi. Elvin Əlizadə gücdən zərbə ilə oyuna başlayacaq. Bu arada milli komandamız qapıcısını dəyişib. Əgər ilk yarıda Vəli Qafarov oynayırdısa, hal-hazırda Ağaseyid Qasımov qapıcı kimi mübarizə aparır ikinci yarıda. Avstriyalılar yan xəttdən oyuna başlayacaqlar. Top irəliyə doğru göndərildi, ancaq topa yenənə bilmir Eldis Bayrami. Vüsal İsayev topladı. Vüsal İsayev mərkəzə doğru gəldi. Mərkəz xəttə doğru Ağaseyid Qasımovla oynadı. Eşkin Tağıyev. Təmkin Xəlilzadə. Vüsal İsayev. Ağaseyid Qasımovla oynayır. Eşkin Tağıyev mərkəzdə topa yiyələnmişdi. Vüsal İsayevlə oynadı. Vüsal İsayev cinahla irəliləyir. Qapı qarşısına ötürməkdir. Və Avstriyalılar topu uzaqlaşdırırlar. İsayev topladı.
Ağaseyid Qasımov. Ünvansız bir ötürmə qapçımızdan. Və birinci hissənin diqqət mərkəzində olan oyuncularından biri Haydar Bayram. Oyuna başladı Avstriya millisinin 99 nömrəli oyuncusu. İndi Avstriyalılar səhvə yol verir, top meydanı saxlaya bilmirlər. Hesabı açmaq üçün yaxşı imkanımız var. Təmkin Xəlilzadədən dəqiq bir zərbə gözləyirik, ancaq topu qapıya yönəldə bilmədi 19 nömrəli futbolçumuz. Rəqibin əks həmləsinə də imkan vermədi futbolçularımız. Tez geriyə qayıtdılar. Haydar Bayram uzun bir ötürmə irəliyə doğru. Hakim qayda pozuntusu təyin etmişdi Avstriyalıların lehinə. Qapıya doğru zərbə və top qapının yanından keçir. Bəli, Haydar Bayramın irəlidə olmasını görən, səhv etmirəmsə Vüsal İsayev idi bu. Topu birbaşa çərçivəyə yönətmək qərarına gəldi, ancaq bir qədər zərbəsində dəqiqlik çatışmadı. Hesabı indi açsaydıq çox gözəl olardı. Çox yaxşı bir vaxtda önə keçə bilərdik. Elşad Quliyev ekranlarımıza gəldi. Bir qədər öncəki epizodu yenidən göstərirlər bizə. Bəli, bu Vüsal İsayev idi. Topu boş qapıya göndərmə imkanı var idi, ancaq dəqiq oynaya bilmədi. Haydar Bayram yenə topu qüvvətli zərbələrlə vurdu. Burada Darko Bodol indi topu qapımıza göndərə bilərdi. Ağaseyid Qasımov çox yaxşı oynayır bu epizodda. Özünü itirmədi. Soyuqqanlı davrandı. Avstriyalıların növbəti hücumu alınmır. Millimiz əks həmlə etməyə çalışır. Sadəcə olaraq ötürmə dəqiq verilmədi. Bir qədər bərk verməliydi ötürməni. Vüsal İsayev idi, səhv etmirəmsə. Avstriyalıların hücumu. Darko Bodul yenə diqqət mərkəzində oldu. Eşkin Tağıyev hal-hazırda topladı. Cəfər Cəfərov. Topu uğrunda qızğın mübarizə gedirdi. Orada Cəfər Cəfərov topu yan xətdən oyuna daxil etdi. Elvin Əlizadə, Təmkin Xəlilzadə. Kim var idi orada? Heç kim. Ünvansız bir ötürmə Təmkin Xəlilzadədən. Dəyişikliklər edirdi millimizin heyətində. Xatay Bağırov qapıcı Haydar Bayrama pressing tətbiq edirdi. Amir Mekan, Haydar Bayram. Özü zərbə indirmək istəyir Haydar Bayram. Çox xeyli irəlilədi və Darko Bodula topu göndərmişdi zərbə üçün. Bodulun zərbəsi alınmadı. Topu ələ keçirir yenidən. Sadəcə olaraq ötürmələri dəqiq vermək lazımdır. Bir sərrast zərbə lazımdır ki, rəqib qapçını məyus edək. Burada qayda pozulmuşdu, bəli, komandamızın 7 nömrəli oyuncusu Ramiz Çovdarova qarşı qayda pozuntusu qeydə alındı. Çovdarov hətta hakimin fitinə əməl etməyərək hücumu davam etdirmək istəyir, ancaq qərar artıq verilmişdi. Cərimə zərbəsini yerinə yetirir futbolçularımız. Oy, əlbəttə ki, çox pis vurdu burada. Topa zərbəni İsa Atayev. ...33-cü dəqiqə gedir. Qarşılaşmada hesab açılmayıb Azərbaycan-Avstriya görüşündə. Talih Babayev də oyuna daxil olub bir qədər öncə.
Abdul Hesab. Hasep Adalatayar. Yine yan xətdən. O başlayacaq oyuna Avstriyalıların 5 nömrəli oyuncusu. Bodula qarşı doğru göndərdi. Bodul topu yaxşı qarşılamadı. Və burada Amer Mekan topu meydandan çıxarır. Dərhal oyuna başladıq. İsa Atayev. Seyid Qasımovla oynayır. Tələsmək lazım deyil, hələ vaxt var. İsa Atayev. Yenə Haydar Bayram. Daha bir zərbə, yenə Haydar Bayram. Bu dəfə Xətai Bağırovun zərbəsini dəf edir son epizodda. Bax, həmin bu epizod idi. Ayaqları ilə çox gözəl oynayır və komandasını real qoldan xilas edir. İsa Atayev. Mirmehdi Rızayev. Talep Babayev geriyə ötürmə edərkən səhvə yol verdi. Bir qədər çox bərk zərbə indirdi topa. Avstriyalılar yan xətdən oyuna başlayırlar. Haydar Bayram. Qapçı az qaldı, indi Haydar Bayram səhvə yol verəcəkdi. Ramiz Çovdarov. Ramiz Çovdarova dəyərək meydandan çıxır. Ekranlarınızda da komandamızın 7 nömrəli futbolçusu. Bir yaxşı hücum və bir sərrast və dəqiq zərbə lazımdır millimizə ki, mənə elə gəlir ki, hesab açıldıqdan sonra artıq ardı da gələcək. Həmişə belə turnirlərdə ilk oyunlar çox çətin olur. Komandalar bir qədər həyəcanlı şəkildə meydanda mübarizə aparırlar. Amma təbii ki, hesab açıldıqdan sonra, ilk gol gəldikdən sonra mən inanıram ki, millimiz daha yaxşı təsir bağışlayacaq. Sadəcə olaraq ilk golu vurmaq çox vacibdir. Seyid Qasımov. Cəfər Cəfərov. Və hesab açılır. Mükəmməl bir zərbə. Bax, bu zərbəni deyirdim. Uzun müddətdir ki, belə bir zərbəni gözləyirdik komandamızdan. Və bunu kim etdi? Bunu İsa Atayev etdi. Əla bir uzaqdan zərbə ilə topu sərraç şəkildə rəqibin qapısına göndərir. 36-cı dəqiqə və Azərbaycan futbolçuları, Azərbaycan millisi hesabı açır. İsa Atayev fərqlənir. Həmişə belə turnirlərdə ilk qarşılaşmalar, ilk oyunlar çox çətin olur. Avstriya millisi inamla müdafiə olunurdu, ancaq belə usta zərbəyə qarşı artıq heç nə edə bilmədilər. 1-0 Azərbaycan millisi öndədir. – 36-cı dəqiqədə. Aha, orada VAR yoxlaması gedir. Qol zamanı nəysə yoxlayırlar referilər hal-hazırda. Yeri gəlmişkən, gəlin baxaq, burada nə var idi? Nə var idi axı burada? Yəni, nəyi yoxlayırlar hakimlər hal-hazırda bir qədər naməlumdur. Yeri gəlmişkən, referilər hər şey qaydasındadır, hakim bildirir. Hər şey qaydasındadır, referilər Rumıniya, Moldova və Türkiyədəndir. Əsas hakim Sezar Ionescu və onun köməkçisi Sorniel Parashiv. Üçüncü hakim Katalin Pidgrini Moldovadan. Dördüncü referi ünvanında Sərdal Uyğundu Türkiyə təmsilçisi. Azərbaycan futbolçuları öndədir 1-0 hesabı ilə və bundan sonra artıq qolların davamı gəlsin inşallah. Görək. Millimiz hesabı artıra biləcəkmi?
Əsas odur ki, öz qapımızı toxunulmaz saxlayaq. Hücumda yəqin ki, işlərimiz yaxşı gedəcək. Çünki xeyli effektli olan oyuncularımız var hücumda və onlardan da biri məhz qolu vuran İsa Atayev idi. İstər Təmkin Xəlilzadə olsun, istər kapitanımız Elvin Əlizadə olsun, istər Xətai Bağırov olsun. Onlar hücumda çox effektli oyunculardır və yəqin ki, özlərini göstərəcəklər turnir ərzində həm bu oyunda, həm də digər qarşılaşmalarda. Seyid Qasımov Eşkin Tağıyevlə oynadı. Yenidən Qasımov, Elvin Əlizadə. Pressingi var Avstriyalıların. Elvin Əlizadə topu meydanda saxlaya bilmədi. Hakim bildirdi ki, bu epizodda Avstriyalılar yan xəttdən oyuna başlamalarıdır. 39-cu dəqiqə gedir oyunda. 1-0 öndəyik. 36-cı dəqiqədə İsa Atayevin möhtəşəm zərbəsi ilə hesabı açdıq. Elvin Əlizadə başla geriyə ötürməsə bir qədər yaxşı alınmadı. Çünki topu rəqibə verdi həmin epizodda. Abdülhesab Adalatayar topu ondan alır. Eşkin Tağıyev çox yaxşı təsir bağışladı bu epizodda. Hətta ona qarşı kobudluq da oldu rəqib tərəfindən. Növbəti qayda pozuntusu qeydə alınır. Bəli. Birbaşa çox pis. Hətta mən deyərdim ki, çox pis tapdaladı Eşkin Tağıyevin ayağını. Bu epizodda sarı vərəqə də göstərmək olardı. Çox pis oynamışdı rəqib futbolçu. Eşkin Tağıyev qarşı hər halda sarı vərəqə olmadı. Hakim cərimə zərbəsini təyin etmək ilə kifayətləndi. Seyid Qasımov. Avstriyalıların belə pressingi olacaq. Bunu gözləmək olar. Amma xeyr, Jovanoviçə göstərib. Sarı vərəqə göstərib. İndi ressollar da bizə titrlarla bunu göstərdilər. Jovanoviç çox pis oynamışdı həmin epizodda və sarı vərəqəyə layiq bir epizod idi. Təmkin Xəlilzadə qapıçısı ilə oynayır. Cəfər Cəfərov. Yenidən Təmkin. Vüsal İsayev. Vüsal İsayev rəqiblə mübarizəni davam etdirirdi. Top meydandan çıxdı. Hakim Avstriyalıların oyuna başlamasını istəyir. Son 10 dəqiqə, hətta son 9 dəqiqə görüşdə Azərbaycan-Avstriya qarşılaşmasında millimiz 1-0 hesabı ilə öndədir. Stefan Federer, Haydar Bayram çox epizodlarda komandasına kömək etmişdi, ancaq İsa Atayevin zərbəsində heç nə edə bilmədi. Çünki zərbə çox möhtəşəm vurulmuşdu. Seyid Qasımov ekranlarınızdadır millimizin qapçısı. İkinci hissədə məhz o mübarizə aparır meydanda. Hər hissədə bir qapçıya şans verdi. Elşad Quliyev. Top meydandan çıxmışdı, bəli. Burada top meydandan çıxmışdı. Komandamız kənardan, yan xəttdən oyuna başlamalıdır. Yakob Yançer ekranlardaydı yaxın plandan. Xətai Bağırov. Bağırov. Zərbəsi yaxşı alınmır Xətayinin bu epizodda. Haydar Bayram. Davanla yaxşı ötürmə verdi burada. Darko Bodul. Ancaq Avstriya millisinin hücumu alınmır. Millimiz də burada dərhal əks hücum təşkil etmək istəyirdi. Bir qədər tələsdilər futbolçularımız. Düzgün ötürmə verilmədi.
Daha sakit, daha təmkinli oynamaq lazımdır. 1-0 öndəyik. Həm əsas məqsəd bu üstünlüyü qorumaq. Eyni zamanda imkan düşdükcə rəqibi, indi rəqib daha çox hücum edir. Gördüyünüz kimi pressingdə edirlər. Avstriya millisi hesabı bərabərləşdirməyə çalışır və belə epizodlarda əks həmlələr, əks hücumlar çox vacibdir, çox əhəmiyyətlidir. Bax, bunu edə bilsək, yaxşı əks hücumlar təşkil edə bilsək, mütləq mən inanıram ki, ikinci topu da rəqibin qapısından keçirəcəyik. Uzaqdan zərbələrə də yenə önəm vermək lazımdır. Çünki bir qədər öncə İsa Atayevin zərbəsi zamanı gördük ki, Haydar Bayram nə qədər yaxşı qapıcı olsa da, bəzən belə zərbələr qarşısında təbii ki, aciz qalır. Bu zonada topu itirmək lazım deyil. Millimizi dəstəkləyən, Slovakiyada dəstəkləyən azarkeşlərimiz ekranlara gəldi. 44-cü dəqiqə gedir oyunda. İsa Atayevdən Ağaseyid Qasımova, Ağaseyid topu Mehdi Rızayev istiqamətinə göndərdi. Yenə İsa Atayev ilerləməyə çalışır. Talih Babayev Ağaseyid Qasımovla oynadı. Yenidən Talih Babayev topladı. Əla ötürmə verir İsa Atayevə. Bu ikili çox yaxşı hücum təşkil edir. İndi mütləq qol vurmaq lazımdır. İsa Atayev! İsa Atayev və Haydar Bayram amilini bu dəfə keçə bilmədi. Yoxsa dubl edəcəkdi. Avstriyalıların bu hücumunun qarşısını almaq lazımdır. Daniel Luxbaşer. Yenə çox fəal olan Darko Bodul. Bir qədər öncəki hücumun təkrarı. Son zərbəni vurdu, ancaq Haydar Bayram amilini keçə bilmədi. Gücdən zərbə vuracaq Avstriya millisi. 5 dəqiqə qalıb oyunun bitməsinə. Orada yenə yoxlama aparılır hansısa epizodla bağlı. Jakob Yançer. Diqqətli olmaq lazımdır. Daniel Luxbaşeri burada boş bıraxdıq. Avstriya komandasının 6 nömrəsini. Bax, heç kim mane olmurdu bu futbolçuya. O rahat şəkildə topu qapımıza da göndərə bilərdi. İndi Daniel Luxbaşer. Nəzarətsiz qoymuşduq bu futbolçunu. İşarə verilir, oyuna başlamaq olar. Cəfər Cəfərov. Ağaseyid Qasımov. Özü irəliləyir. Və ünvansız bir ötürmə verdi Ağaseyid Qasımov. Haydar Bayram. Qarşılayırıq. Haydar Bayram ötürməsindən sonra Təmkin Xəlilzadə topu ələ keçirdi. Təmkin özü zərbə indirir. Dəqiq olmadı zərbəsi. Burada top hətta rəqib oyuncuya da dəymişdi, ancaq hakim başqa fikirdədir. Qayda pozulmayıb bu epizodda. Oyunu davam etdirmək olar. Elvin Əlizadə. Cəfər Cəfərov irəliləyir. Cəfər Cəfərov. Bir futbolçunu keçdi Cəfər Cəfərov və Haydar Bayram. Topu tutur. Dərhal da komandasının hücumunu başladır. Stefan Federer. Darko Bodul. Haydar Bayram. Özü irəliləmək istəyir. Ancaq ünvansız bir ötürmə verdi. Bir qədər də vaxtla manevr etmə imkanı qazanan indi futbolçularımız. Eşkin Tağıyev irəliləmək istəyir. Darko Bodul topu meydandan çıxarır. Elvin Əlizadə kapitanımız yan xəttdən oyuna başlayacaq.
Elvin geriye ötürür topu. Ağaseyid Qasımov yerindədir. Dərhal Ağaseyiddən uzun bir ötürmə və top. Hakim bildirir ki, qapıdan keçməyib. Eşkin Tağıyevdir o rəqib qapçı ilə mübarizə aparan futbolçumuz. Onun başla zərbəsindən sonra top izləyək indi. Əlbəttə bu rakursdan heç nə görünmür, ancaq buradan da müəyyən qədər fikir bildirmək olar ki, top qapı xətti üzərinə düşmüşdü. Avstriya millisi təhlükəli bir cərimə zərbəsi vuracaq. Diqqətli olmaq lazımdır. Top canlı sətdəki futbolçularımıza deyərək meydandan çıxır. Küncdən zərbə ilə oyunu davam etdirəcək Avstriyalılar. 49-cu dəqiqə gedir görüşdə. Hakim işarəsini verir, oyuna başlamaq olar. Daha bir korner olacaq. Hakim sarı vərəqə verir qapçımıza, çünki referinin işarəsinə məhəl qoymadı. Orada künc zərbəsi işarəsini vermişdi hakim. Avstriyalılar topladılar. Haydar Bayram. Yan xətdən oyuna başlayır rəqib. Bayram. Bayramın zərbəsi, az qala top qapıdan keçəcək. Ağaseyid Qasımov yaxşı oynadı. İndi əks hücum üçün yaxşı imkan var. Təmkin Xəlilzadə. Avstriyalılar artıq qayıtdılar öz mövqelərinə. Təmkin topu xeyli özündə saxlaya bildi. Hətta qaydanı da pozdu. 2 dəqiqə artırma vaxt oynanılacaq. İki dəqiqədə ən azından qələbə hesabını qorumaq lazımdır. Başa düşürük, futbolçularımız bir qədər yorulublar. Ay, yenə nəzarətsiz qalmışdı Avstriyalı futbolçu. Yaxşı ki, topa zərbə vura bilmədi, topa dəqiq zərbə indirə bilmədi. Yoxsa hesab bərabərləşəcəkdi. Cəfər Cəfərov. Elvin Əlizadə. Topu özümüzdə daha çox saxlamalıyıq bu dəqiqələrdə. Eşkin Tağıyev. Elvin Əlizadə. Ağaseyid Qasımov. Cəfər Cəfərov. Başla irəliyə göndərir Haydar Bayram istiqamətinə. Haydar Bayram topu tutur, dərhalda oyunu başlatdı. Yakob Yançer. Artırma 2-ci dəqiqə gedir. Federer. Haydar Bayram topu ondan alır. Qapı boşdur ancaq Hakim nə işarəni verir? Hakim qayda pozuntusu işarəsini verir Haydar Bayrama qarşı. Epizodun təkrarını da izlədik. Millimizin üzvlərindən biri orada zədələnib, ona yardım etmək üçün həkimlər meydana çıxdı. Eşkin Tağıyev idi zədələnmiş futbolçu. Meydanı tərk edir hal-hazırda.
Hakim yəqin ki bu pauza zamanı yenə təhlükəli bir vəziyyət yaranmışdı qapımız qarşısında. Nəsə var yoxlanış istəyir Avstriya komandasının baş məşqçisi. Oyunun sonu xeyli yubanır. Hakim yəqin ki o bir qədər öncə futbolçumuzun zədələnməsi zamanı ona gedən pauza ərzindəki vaxtı da nəzərə alacaq. Var yoxlaması bitdi. Orada Avstriyalıların da istədiyi kimi hər hansı bir ciddi qayda pozuntusu olmamışdı. Artıq artırma 4-cü dəqiqə gedir. Hakimlər hələ ki oyunu bitirmək niyyətində deyil. Avstriyalıların son həmləsi ola bilər bu. Ötürməni qarşıladıq. Və bu da son. Bu da son. Referi oyunu başa çatdırır. Azərbaycan-Avstriya qarşılaşması 1-0 hesabı ilə komandamızın xeyrinə yekunlaşır. Yeganə qolu qarşılaşmanın oyunun 36-cı dəqiqəsində İsa Atayev möhtəşəm zərbə ilə rəqibin qapısına vurdu. Milli komandamızı, azarkeşlərimizi, futbol sevərlərimizi təbrik edirik bu qələbə münasibəti ilə. İnanaq ki, bu qələbələrin ardı digər oyunlarda gələcək.